Keçən dərsdə Photoshopda image size və canvas size mövzularına toxunmuşduq. Bu dəfə bu mövzunun məntiqi ardıcıllığı olaraq crop tool haqqında gəlin danışaq. Klaviaturada C düyməsini, buttonunu basdıqda aktiv olan bu alət bizdə alətlər panelində yuxarıda bizi qarşılayır. Mouse'un kursorunu alətin üzərində biraz saxlasaq, onunla bağlı video, alətin adı və onun hotkeyini adobçular bizə göstərmiş olurlar. Alət aktiv olduğu anda şəklimizin kənarına belə bir maraqlı markerlər, belə bir maraqlı çərçivə gəlmiş olur. Biz tutaq ki, bu fotonun artıq hissələrindən xilas olmaq istəyirik. Artıq hissələr nədir? Yəni bir fotoqraf şəkil çəkibsə və ya dizayner tutaq ki, bir kompozisiya qurubsa, həmin bu fotodakı daha maraqlı detala diqqət cəlb etmək istəyirsə, yaxşı olardı ki, bu fotonun çox da bir məna daşımayan hissələrindən biz xilas olaq. Bunun ən yaxşı, ən rahat variantı crop tool'dur. Crop tool'u aktivləşdirdiyi şəklin kənarında bu markerlər var. Sizə lazım olan hissəni saxlayırsınız, tutaq ki, bu şəkildə. Hətta daha bəlkə də radikal dəyişiklik eləyək və sonda bu check mark işarəsini basmaq və ya klaviaturada enter basmaq kifayət edir ki, şəkil yeni görünüş alsın. Görürsünüz, əvvəlki şəkillə hətta indiki şəklin mahiyyəti dəyişilir. Biz birinci fotoda daha çox təbiəti, dağı, havanı, səmanın təmizliyini görürdüksə, indiki halda sırf dağcının hərəkətini, nə bilim, onun səfərinin çətin olduğunu görə bilir. Yəni sanki təəssüratlar artıq dəyişməyə başladı. Crop tool'un əslində ümumi mahiyyəti bu. Fotoda diqqət çəkmək istədiyimiz hissələri saxlayıb artıq hissələrindən xilas olmaq. Təbii ki, hər alətlə işləməyin bir qaydası olduğu kimi crop tool'un da özünə xas bir prinsipləri, qaydaları var. Ona görə klaviaturada Ctrl-Z basmaqla, Ctrl-0 basmaqla biz həm əməliyyatı geri qaytardıq, eyni zamanda Ctrl-0-la da şəkli bu workspace-də tam ölçüdə göstərmiş olduq. Crop tool aktivdir. Şəklin kənarında əgər heç bir marker görmürsünüzsə, o zaman sadəcə bu tool'la şəklin üzərində bir dəfə tıklamaq kifayətdir ki, o bizə lazım olan, maraqlı olan markerlər ekranda görmüş olsun. Əgər bir crop tool seçilibsə və orada belə maraqlı bir şəbəkə, setka, tor görünürsə, o zaman biz bax elə indi bu şəbəkə ilə, bu gridlə işləməyə öyrənəcəyik. Əgər bir səbəbdən bu şəbəkə sizdə görünmürsə, bunu tənzimləmək üçün yuxarıda bu options barda şəbəkəyə cavabdeh olan, gridə cavabdeh olan bu bölməyə getməyə lazımdır və sizə lazım olan şəbəkəni seçin və bu şəbəkənin şəkil üzərində görünməyini belə deyək ki, istəyin. Yəni əgər never show overlay funksiyası aktiv olsa, təbii ki, siz o şəbəkəni görməyəcəksiniz, gridi görməyəcəksiniz. İlk olaraq onu aktivləşdirək. Hər zaman şəkil üzərində bizim bu şəbəkə görünsün. Bir də bu şəbəkənin fərqli qaydaları var ki, bunlar hamısı kompozisiyanın fərqli prinsiplərinə cavabdehdir. Ən məşhur təbii ki, qayda da bizdə burada rule of thirds, yəni ki, 3/1 qaydasıdır. Kompozisiyada bu qayda nəyə cavabdehdir və Photoshopdakı crop aləti bu kompozisiya qaydasını necə işləyir? Gəlin ona baxaq. Adətən bu qayda nəyi tələb edir? 3 yerə, 3 bərabər hissəyə bölünmüş bu şəbəkədə fotonun ya da ki dizaynın vacib detalları bu xətlərin kəsişməsində olmalıdır və ya ən azından bu xətlərin üzərində yerləşməlidir. Belə olduğu təqdirdə bizim kompozisiya, bizim dizayn, bizim foto daha maraqlı, daha dinamik, daha kompozisiya qaydalarına uyğun olacaq. Məsəl üçün bir dağçı gəzintiyə çıxıb, hava təmizdir, yer genişdir, səma təmizdir, orada təyyarə izləri görür və s. Biz bu şəbəkədən istifadə etməklə tamamilə iki fərqli təəssürat ala bilərik. Birinci, biz havanın təmizliyinə, təbiətin saflığına daha çox aksent vermək istəyiriksə, gəlin yuxarı hissəni daha çox geniş saxlayaq və bizim dağçını kompozisiyanın bu 3/1 qaydasına görə aşağı 3/1 hissəsində yerləşdirək. Aşağı bu markerin, daha doğrusu bu frame-in çərçivənin aşağısından tutub, bax ki, qaldıraq yuxarı. Bizim üfüq xəttimiz həmçinin dağçı ilə bir yerdə aşağı 3/1-də yerləşdi. Escape-i basıb, klaviaturadakı escape düyməsini basıb çıxa bilərəm buradan. Əvvəl necə idi bizdə? Əvvəl ümumiyyətlə bu xəttlərin üstünə fikir verirsinizsə, bu fotodakı, bu dizayndakı, bu kompozisiyadakı heç bir detal düşməyib. Foto yaxşıdır, maraqlıdır, amma sırf kompozisiya qanunlarına görə bir o qədər də güclü sayılmaz. Əgər mən bu crop tool-la aşağı hissəni, artıq hissəni kəsib ancaq dağçını və bu üfüq xəttini aşağı 3/1-də saxlasam, biraz da bu kompozisiyanı biraz daha gücləndirək, bu qaydalara əməl eləyək, vertikal bu xəttlərin də birini
kompozisiyanın qaydalarına görə gətirək bizim dağçı qardaşımızın şəklinin üzərinə. Bütün bunlardan sonra check markı tıklasaq, yəni alınan bu görüntü kompozisiya qaydalarına görə əvvəlkinə ən azından daha yaxşı olacaq. Crop tool-la biz sadəcə şəklin bir hissəsini kəsib atmırıq, eyni zamanda dizaynı, fotonu kompozisiya qaydalarına uyğunlaşdırmağa çalışırıq. Gəlin geri qayıdaq, şəklimizin orijinalına qayıdaq. Bu dəfə isə tam tərsinə, kompozisiya qaydalarına görə biz səmanı daha az, dağ hissəni isə daha çox göstərək. Baxa görə ümumiyyətlə fotonun təəssüratı necə dəyişəcək. Yenə C, klaviaturadakı C düyməsini bastıq. Bu dəfə yuxarıdan aşağı doğru hərəkət elətdirək. Bu dəfə aşağı 3/2 hissə, daha çox hissə sırf dağa ayrılacaq. Səmanı isə biz daha az görəcəyik. Amma hər bir halda bizim dağçı qardaşımız yenə də bu şəbəkənin yuxarı 1/3 hissəsinə düşəcək. Sağ tərəfdən də hərəkət elətdirməklə tam bu iki xəttin kəsişməsinə salaq dağçı qardaşımızı və check mark. İlk iki şəkil arasında təəssürat tamam fərqlidir. Birincidə əgər təmiz hava, səmanın saflığı, bu şəkildəki o rahatlıq diqqət çəkirsə, bu dəyişiklikdən sonra artıq biz dağın bəlkə böyüklüyünü, dağçının gəzdiyi mühitin qarlı olmağı, yerin meylliyini və s. bunları daha çox görə bilirik və iki şəkil arasındakı təəssürat sadəcə crop tool-dan istifadə etməklə necə dəyişdi onu görmüş oldunuz. Crop tool-la bağlı hələlik ki bilməli olduqlarımız bu. Təbii ki, crop tool-u aktivləşdirəndə yuxarıda bir çox vacib funksiyalar aktiv olur. Onlardan da bir məhz nisbətdir. Yəni şəkili hansı nisbətlərdə kəsək. Amma bu yəni kifayət qədər geniş mövzu olduğu üçün bunları saxlayaq irəlidə daha dərin dərslərimizə. İndiki halda isə şəkli, kanvası əllə istədiyimiz prinsiplə, istədiyimiz kompozisiya qaydalarına görə kəsilməsi bu halda baş verəcək. Bu mövzunu crop tool-la işləməyi təkmilləşdirmək istəyirsə, hətta öz çəkdiyiniz şəkil, internetdən yüklədiyiniz yox, öz çəkdiyiniz istənilən bir şəkli götürün və onu atın Photoshop-a və crop tool-dan istifadə etməklə və əmin olmaqla ki, Rule of Thirds gridi şəbəkəsi aktivdir. Həmin bu griddən istifadə etməklə kompozisiyanın müəyyən bu 3/1 qaydasına görə şəklinizi kadrlaşdırın, croplayın və sonra da müqayisə edin ki, əvvəlki ilə sonraki arasındakı təəssürat fərqi necə oldu? Növbəti dərsdə görüşənədək.